Salam, hər vaxtınız xeyir olsun, dəyərli müəllimlər, əziz abituriyentlər. Bu günləri deməli biz 2017-ci ildən 2024-cü ilə qədər qəbul imtahanlarında istifadə olmuş və yaxud sınav imtahanlarında, dövlət sınav imtahanlarında istifadə olmuş sualların izahına baxacağıq. Və bu birinci qrupa aiddir. Birinci qrup üzrə mövzular üzrə qəbula və ya sınava hansı suallar düşübsə, həmin sualların izahına bir-bir baxacağıq. Bu deməli vəsaitin belə deyək, bu PDF-in ərsəyə gəlməsində böyük əməyi olan Əhliman müəllimə təşəkkür edirəm və Əhliman müəllimin bu vəsaiti əldə etmək istəyirsinizsə, elə PDF-in üstündə nömrəsi də var. Həmin nömrə ilə əlaqə saxlaya bilərsiniz və PDF-i əldə edə bilərsiniz. Qeyd olunduğu kimi nömrə 050 503 08 29-dur. Suallardan izahında şərait yaratdığına görə, bizə icazə verdiyinə görə şəxsən təşəkkür edirəm Əhliman müəllimə. Və vaxt itirmədən elə ilk anlaşların ilk anlaşlar bölməsindən birinci suala baxaq. Deməli, dediyim kimi müxtəlif illərdə qəbula düşmüş suallardır, sınava düşmüş suallardır. Başlayaq ilk sualdan. Deməli, düşür dəmir qırıntıları və natrium xlordan ibarət qarışıq ayırmaq üçün yerinə etiriləcək təcrübənin ardıcıllığını müəyyən edin. Deməli, bizdə kükürdümüz var və dəmir qırıntıları var, bir də natrium xlor var, yəni xörək duzu var. Deməli, bunları bir-birindən ayırmaq üçün ilk öncə biz dəmiri ayıra bilərik. Necə ayıra bilərik? Maqnitlə təsir edə bilərik. Yəni, ilk öncə görəcəyimiz iş dəmiri ayırmaqdır, maqnitlə təsir etmək üsulu. Daha sonra su ilə qarışdırarıq ki, xörək duzu suda həll olsun. Kükürt suda həll olmayan maddədir bildiyimiz kimi. E, ikinci prosesimiz su ilə qarışdırmaq və suyun üst təbəqəsində deməli yerləşən kükürdü yığmaq üçün də süzmə üsulundan istifadə edə bilərik. Daha sonra ikinci su gəlir və kükürdü süzdükdən sonra məhlulumuzda deməli su və duz qalır, xörək duzu qalır. Onu buxarlandırma üsulundan da ayıra bilərik. Deməli, ardıcıllığımız 3, 4, 2, 1, yəni C variantı olmuş oldu. Keçirik növbəti suala. Bəsit maddəni göstərin. Karbon qazı CO2, malaxit deməli kuprium OH 2 dəfə, karbonat və rəm qazı CO, almaz karbonun altropi şəkil dəyişmələrindən biridir. Karbon şəklinə qeyd edirik. Suyunu bilirik H2O-dur. Burada bəsit maddə gördüyümüz kimi almaz, yəni eyni element atomlarından ibarət olan maddələr bəsit maddələrdir. Növbəti sual üçüncü sualdır. X, Y, Y-i müəyyən etmək lazımdır. Deməli, bu tip sualların həllində bunları ayırmaq üçün istifadə edəcəyimiz maddə elə bir maddə olmalı ki, onun birinə reaksiya daxil olub, biri reaksiya daxil olmasın. Deməli, bizdə bunları ayırmaq üçün bizə nə verilir? Bizə verilir sink və gümüş qarışığı necə ayıracaq? Deməli, e, biz bilirik ki, sink amfoter xassəli metaldır, qələvlərlə reaksiya daxil ola bilir. Biz burada məsələn qələvlərdə kalium H görürük, kalium H seçə bilərik. Nitrat turşusu hər ikisi ilə reaksiya daxil olur, bunu seçmək olmaz və biz nitrat turşusunu seçsək, bunları ayıra bilməyəcəyik. Kalium nitratda heç bir reaksiya daxil olmadığına görə bu seçilmir və biz burada kalium hidroksidi seçə bilərik. Yəni A, D və Y variantlarından hər hansı biri ola bilər. Qızıl və gümüşü isə ayırmaq üçün təbii ki, biz istifadə edəcəyik nitrat turşusundan. Doğru cavab variantı A variantıdır. Nitrat turşusu gümüşlə reaksiya daxil olur, lakin qızılla daxil olmur. Kalium nitrat heç biri ilə reaksiya daxil olmur. H-klor yenə heç biri ilə reaksiya daxil olmur. Doğru cavab variantı A variantı oldu. Keçək dördüncü sualda hansı element iki atomlu bəsit maddə əmələ gətirir? İki atomlu bəsit maddə əmələ gətirən təbii ki, hidrogendir. İndeksinə 2 yazırıq biz onun. Natrium metallıdır. Metalların ayağına indeks yazılmır. Çox atomlu bəsit maddə sayılır. Çox atomlu maddə sayılır, belə deyək. Helium bir atomludur. Neon bir atomludur. Argon bir atomludur. Doğru cavab variantı A variantı olmuş olur. Daha sonra keçirik 5-ci suala. 5-ci sualda deməli, amoniakın alma reaksiyasıdır. Reaksiya məhsulunun çıxımı 50%dirsə, 9 mol hidrogendən neçə mol amoniak almaq olar? Biz burada nə görürük? Biz buradan görürük ki, 3 mol hidrogendən amoniak nə qədər alınır? 2 mol alınır. Və 9 mol istifadə edəcək 6 mol amoniak alırıq. Yəni 9 mol hidrogen reaksiya daxil olsa 6 mol NH3 alınır, amoniak alınır. Yəni əmsallar nisbətinə görə baxanda bu şəkildə alınır. 6 mol amoniak alındı və çıxım 50%dir. Çıxım 50% olduğuna görə deməli belə deyək, doğru cavab olacaq A variantı. Yəni 6 mol yox, 3 mol lazım. Çıxım 50% olduğuna görə. Daha sonra maddə X maddəsidir, aqreqat alı 5-dir, su ilə qarışığının ayrılma üsulu süzmə üsuludur.
Süzmə üsulu bir-birində həll olmayan bərk maya qarışığına aiddir. Bərk maddə var, mayada su götürsək. Bizə bir maddə seçməliyik ki, o maddə suda həll olmasın və bərk olsun. Benzin qarışıqdır və maye haldadır. Deməli, bu bizə lazım deyil. Anilin maye halda olan maddədir. Kalium sulfat suda həll olan maddədir. Natrium xlor kimi. Bunu buxarlandırmaqla ayrılacaq. Natrium xlor xörək duzu buxarlandırmaqla ayrılır. Barium sulfat isə bildiyimiz kimi söküntüdür. Və biz bunun su ilə qarışığını süzmə ilə ayıra bilərik. Doğru cavab variantımız Y variantı olacaq. Daha sonra 7-ci suala keçək. 7-ci sualda nə deyir bizə? 7-ci sualda amonyak və oksigenin reaksiyasıdır. Azot və H2 alınır. Amonyakın yanma reaksiyası deyirik biz buna. Dənliyi əmsallaşdırmaq lazımdır və məhsulların əmsallar cəmini müəyyən etmək lazımdır. Biz bunu deməli elektron balans üsulu ilə də əmsallaşdıra bilərik və yaxud da deməli əmsalları təqrib olaraq qarşısına yazıb təqrib olaraq çıxarda bilərik. Tək sayda atomları cütləşmə şərti ilə. Amma hamımızın bildiyi bir üsul elektron balansla elektron balansla əmsallaşdırsaq daha gözəl olar deyə düşünürəm. Bunu başqa bir fərqli bir rəngdə qeyd edək. Bir dəqiqə. Aha. Deməli, azotumuz -3 oksidaşmə dərəcəsindən 0 oksidaşmə dərəcəsinə gəlir. Oksigenimiz 0 oksidaşmə dərəcəsindən -3 oksidaşmə dərəcəsinə gəlir. Azot -3-dən 0-a gəldiyi halda, deməli, 3 elektron vermiş olur. Reduksiya edici maddəmiz, deməli, azotdur. Oksigen 0-dan -2-yə gəlir, 2 elektron alır, oksidaşdırıcı maddəmiz oksigendir. Deməli, azot 3 elektron verdiyinə görə, amma bizdə 2 dənə azot 0-a gəldiyinə görə 6 elektron yazırıq balansda qabağına. Oksigenimizdə də həmçinin 2 dənə oksigen 0-dan -2-yə gəldiyinə görə 4 elektronun qabağına yazırıq. Qısa gedir burada 3, 2. Çarpaz şəkildə yerlərini dəyişirdik. 2, 3. Deməli, azotun qabağına 2 yazırıq. Dəyişən azotun qabağına 2 yazırıq. Deməli, bura 2 olsa amoniyakın qabağına 4 oldu. Azotun sayına görə. Oksigen qabağına 3 yazmalıyıq. Burada dəyişən oksigenimiz təbii ki, burada 0 olan oksigendir. Deməli, 3 yazsaq, hidrogenimiz nə qədər oldu? 4, 3, 12. 12 olması üçün suyun əmsalı 6 olmalıdır. Və əmsallaşdırma məhsulların əmsallar cəmini soruşur bizdən. 2 və 6-nın cəmi bizdə deyəcək 8. Doğru cavab variantı A variantı olacaq. 8-ci sual. 16 qram misin oksigenlə reaksiyasından neçə qram kuprium oksid alınır? Deməli, misin oksigenlə reaksiyasından yazaq, əmsallaşdıraq. Bu zaman kuprium oksid alınır. Əmsallaşdırsaq bura 2, bura 2 yazırıq. Deməli, verilənləri yazaq. 16 qram mis reaksiyaya daxil olur və neçə qram mis oksidanlar, mis oksidanlar x qram. Deməli, reaksiya əsasən 2 vurulsun 64-dən 2 vurulsun 80 qram alınır və biz buradan da həll edib, buradan tapa bilərik. 8 dəfə azaltsaq, 40 qram olacaq, x olacaq, 40 doğru cavab variantı 40 olur. Deməli, 8, 4, 8 dəfə azalır. 8 dəfə azaldanda 10, 40. Bəli, tamamilə doğrudur. Cavab olacaq 40 variantı. Yəni Y variantı. Keçirik növbəti suala. Növbəti sualımız deməli 9-cu sualdır. 9-cu sual bayaq yazdığımız sual tipindədir. Yəni üç olan sual tipli sualdır. Yenə qarşılıqlı tərkib ayrılma, su ayrılmasına istifadə olunan maddə. Deməli, alüminium və gümüş. Alüminium bildiyimiz kimi sink kimi amfidir xassəli metal olduğuna görə qələvlərin suda məhlul ilə reaksiya daxil ola bilir. Deməli, burada qələvi götürməliyik biz. Gümüşün elə bir qabiliyyəti yoxdur, xüsusiyyəti yoxdur. Ona görə burada B və C variantı ola bilməz. Platin və gümüşü ayırmaq üçün də təbii ki, nitrat turşusundan istifadə edəcəyik. Doğru cavab variantı A variantı olur. Çünki platin nitrat turşusuna reaksiya daxil olmur. Qızıl və platin heç bir turşu ilə reaksiya daxil olmur. Sadəcə çar aralığında və yaxud da zərhəldə həll olur. 10-cu sual da eyni tipli sualdır. Gümüş və qızılı ayırmaq üçün istifadə edəcəyimiz maddə nitrat turşusudur. Nitrat turşusu qızıl ilə reaksiya daxil olmur, lakin gümüş ilə reaksiya daxil olur. Növbəti suala keçək. Növbəti sualımız bir dəqiqə. 11-ci sualdır. 11-ci sual qrafik məsələsidir. Biz sualla topludan tanışıq. Topluda işləmiş siyaqi tipli sualı. Deməli, bizə nə deyir? X və Y-in qarşılıqlı təsirində Z maddəsi alınmışdır. Yəni, reaksiyanın şərti olaraq yazaq. X üzrə Y2 bərabərdir, yəni alınır Z. Və deyir ki, bizdə biz ümumiyyətlə kimyanın ilk anlayışlarında əsas qanunlardan biri bilirik ki, maddə kütləsinin saxlama qanunudur. Maddə kütləsinin saxlama qanununa görə reaksiya daxil olan maddələrin kütlələri alınan maddənin kütlələrinə bərabərdir. Yəni, cəmi olaraq bərabərliyi var. Deməli, burada bizdə Z maddəsi 0-dan başlayır 68-də dayanır. Yəni 68 qram Z alınıb deməkdir bu. Deməli, 56 qramdan düşüb tamamilə 0-a X maddəsi. Deməli, 56 qramda
X maddəsi reaksiya daxil olur. Deməli, hansılarda azalma baş verirsə, onlar reaksiya daxil olan maddələrdir. Sıfırdan başlayıb artan isə alınan maddədir. Və biz buradan artıq Y-in reaksiya daxil olan qramı tapa bilərik. 68-dən 56 çıxanda 12 qalır. Deməli, 12 qram, 12 qram. Y reaksiya daxil olub, Y2 reaksiya daxil olub. Və 12 qram reaksiya daxil olub. Müəyyən bir miqdar var idi. C miqdar var idi bizdə. Müəyyən bir miqdar daxil olub 38 qram qalıb. Aha, deməli əvvəl, deməli 38-in üstünə 12 gəlirik, edir 50. Deməli əvvəl 50 qram idi, 12 qram sərf olundu, 38 qram qaldı. Doğru cavab variantı. Yəni C-ni müəyyən edin. C bərabərdir. Deməli 50 olacaq. Deməli, açıq bir sualdır bu. Davam edirik növbəti sualın. 13-cü sualda CN, H4N, O, N birləşməsində hidrogen kütlə payını tapılır. Kütlə payı necə tapılır? Soruşulan elementin kütləsini ümumi emirə, ümumi kütləyə bölürük, 100-ə vururuq. Faiz hesabını deyir çünki. Karbon kütləsi 12-dir. Şərtdə verilir. 12-ni vurdum elə 12N. Deməli, hidrogen 1-dir. 1-i vurdum 4N-ə, 4N. Oksigen 16-dır. 16-ni vurdum elə 16N. Və bunların toplam cəmi, emer cəmi nəyə bərabərdir? Deməli, 20, 32N. 32N ümumi emerdir. Və bizdə hidrogenin kütlə payı soruşur. Hidrogen 4N-dir. 4N bölünsün 32N vurulsun 100%. Deməli, burada N-dən ixrac etdi. 8-də 1, o da edir 12,5%. Doğru cavab variantı olur 12,5%, yəni C variantı. Davam edirik növbəti sualla. Növbəti sualımız 13-cü sualdır. 13-də nə deyir bizə? 13-də bizə deyir 10 qram 2 metal oksigenlə tam reaksiya daxil olduqda 14 qram oksid alınmışdır. Deməli 2 metalın oksigenlə reaksiyasını yazaq. 2 metal oksigenlə reaksiya daxil olanda XO tipli oksid əmələ gətirir və 2 buraya yazırıq, 2 buraya yazırıq. 10 qram 2 metalımız var, 10 yazdıq bura. Deməli, verilənlərin üstünə yazırıq bildiyimiz kimi və 14 qram oksid əmələ gətirir. Mən bunu daha rahat həll etmək üçün deyərdim ki, 10 qram əgər metal reaksiya daxilində 14 qram oksid əmələ gəlirsə, oksigenin kütləsi 4 qramdır. Və oksigenin görə rahat hesablama apara bilərəm. Deməli, bizə nəyə soruşur? Metalın nisbi atom kütləsi. Metalın kütləsini bilmirik, 2x yazaq. 2x qram metal daxil olanda 32 qram oksigen reaksiya daxil olur. 8 dəfə az, 8 dəfə az. 80, 2x, x ilə bərabərdir. 40 olacaq burada tənansübü həll eləsək. Doğru cavab variantı D variantı olacaq. 14-cü suala baxaq. A və B maddələr arasında gedən reaksiyanın qrafikinə əsasən AX, BY birləşməsində X plus Y zəmini hesab müəyyən edin. Deməli, baxaq. A maddəsi nə qədər sərf olunub? 100 qram idi. Sərf olundu, gəldi 88 qram qaldı. Deməli, 12 qram A maddəsi sərf olunub. B maddəsi 100 qramdan 36 qrama enir. Deməli, 64 qram sərf olunur. Deməli, bunların mollarını bilmirik. Amma bizdə şərtdə bunların ayirlərini verir. A-nın nisbi atom kütləsi 12-dirsə və bu da 12 qramdırsa, onun da burada 1 mol A maddəsi var. Yəni A-nın qiyməti 1-ə bərabərdir. B-nin ayiri nisbi atom kütləsi 32-yə bərabərdir və bizdə 64 qram B var. 64 qram B 2 dənə B deməkdir. Yəni 2 mol B deməkdir. Deməli, artıq burada A-nın indeksi 1, B 2 olsa, əmsallar X, Y zəmini soruşur bizdən və o da olacaq. 2 ilə 1-in zəmi eləyəcək. 3 doğru cavab variantı oldu. Y variantı. Daha sonra davam edirik 15-ci sualına. Oy, dəqiqə. Hə. Deməli, 15-ci sualda 15-ci sual nə deyir? Bərabər kütləli azot və hidrogenin tam reaksiyasından sonra 44 qram qaz reaksiyaya girmirsə, neçə litr amoniak alınır? Deməli, bizdə azot var və hidrogen var. Bərabər kütləli deyir. Burada şərtdə emirlər verilməyib, amma verilməlidir. Deməli, 28 budur. Və bərabər kütləli dedik, bunda emiri 2-dir, yəni mən yazıram. Bərabər kütləli deyəndə, belə fikirləşək, gəlin hər ikisini 28 qram götürək. 28 qram azot götürək və 28 qram da deməli hidrogen götürək. 28 qram azot 1 moldur. 1 moldur. 28 qram hidrogen 14 moldur. Və biz reaksiyanı aparanda bir azotla 3 mol hidrogen reaksiyaya daxil olur və bu zaman 2 dənə amoniak əmələ gəlir. 1 mol azotun tamamilə reaksiyaya daxil olsa 3 mol hidrogen işlədir. Amma mənim hidrogenim nə qədərdir? 14 mol. 14-dən 3-ü çıxsam nə qədər qalır? 11 mol. 11 mol hidrogenim neçə qramdır? 11 mol hidrogen 11 2-yə vuranda 22 qram eləyir. 22 qram deməli hidrogenim artıq qalır. Bu artıqdır. Artıq qalandır. Və artıq bu artıq qalmaya görə bir məsələni həll edə bilərik. 44 qram qaz reaksiyaya daxil olmur deyir və bu zaman neçə litr amonyak alınır? Əgər 22 qram
hidrojen artıq qaldığı halda 2 mol, yəni 44,8 litr amonyak alınarsa, 44 qram artıq qalmada nə qədər amonyak alınır? O da deyəcək 89,6 litr. Yəni doğru cavab variantı A variantı olmuş olacaq. Daha sonra keçirik. Deməli 16-cı suala CX, HY, OX, OHX setnəsə bizə verir ki, X, Y seti müəyyən edin. Maddə kütləsini saxlama qanunu təbii ki, yenə də özünü göstərir burada. Və biz buradan sağ tərəfdə 4 karbon olduğunu görürük. Onda x-imizdə, yəni x-in qiyməti neçə olmalıdır? 4 olmalıdır. Onda bu birləşmə C4, HY, OX, üzr istəyirəm, OX yox, OH, deməli OH 4 halına düşür. Və üstə gəlinsiz Z oksigen alınır 4 dənə karbon qazı və 6 dənə su. İndi baxaq. Burada oksigen Z-i də müəyyənləşdirə bilərik əslində biz. Z-i necə müəyyənləşdiririk? Oksigen sayını. Deməli, və yaxud hidrogen sayını da tam müəyyənləşdirə bilərik. Bu tərəfdə 6 hidrogen var. 6-nı vurdum 2-yə. Daha sonra 12 hidrogen var. 12 hidrogenin belə deyək, 4 dənəsi OH-ın içərisindədir. Neçəsi qaldı? 8 dənəsi qaldı. Düzdürmü? Deməli, 12 hidrogen bu tərəfdədir. Qoy mən belə açıq şəkildə yazdım. 12 hidrogen buradadır. Burada OH-ın içərisində 4-ü var. Deməli, neçəsi çatışmır? 8-i. Deməli, Y-imiz neçə olacaq? 8. Deməli, Y8 oldu. Artıq biz oksigenlərin sahib Z-i də tapa bilərik. Deməli, 4 oksigen bu tərəfdə 4-ü 2-yə vurdum, 8 oksigen. 6-nı 1-ə vurdum, 6 oksigen. Cəmi elədi 14 oksigen. 14 oksigenin 4 dənəsi işlətmişəm, 10 dənəsi satışmır. Deməli, burada 5 olacaq. 4, 8, 5 variantı hardadır? D variantındadır. Artıq biz X, Y, Z-i tapdıq. Deməli, bura 5 olsa, təbii ki, 10 dənə olur. Bununla da bitdi. Daha sonra keçirik 17-ci suala. 17-ci sualda bizə deyir ki, azot oksidinin 11,1 qramla 0,4 qram oksigen varsa sadə formulu müəyyən edin. Sadə nisbətlər qanunu. Azot oksidi azot və oksigenə ibarət olan birləşmədir. Hər oksid ümumilikdə 1,1 qramdır və 0,4 qram oksigen varsa 1,1-dən 0,4 çıxdıqda 0,7 nə qalır bizdə? Azot qalır. Düzdürmü? Deməli, nisbət olaraq 0,7-nin 0,4 kütlə nisbətinə birləşir. Yəni, biz bunu 7-nin 4 nisbətinə qəbul edə bilərik hər tərəf ona vurduqda. Sadə nisbətlər qanununa görə verilmiş nisbətləri, kütlə nisbətlərini, onların ayirlərinə bölsək, deməli, və bölmə işarəsini artıq biraz aşağıdan yazaq. Deməli, qeyd etsək, bunu həll edib tapa bilərik. Deməli, burada həll edəndə ixtisar gedir, burada 1 qalır, burada 2 qalır, ixtisar gedir, burada 1 qalır, burada 4 qalır. Yəni, 2-də 1, bölmə olur vurma, 4 qalxır yuxarı, 2 düşür aşağı. Üzr istəyirəm, 1 düşür aşağı. 4 dənə 2 ixtisar gedir, yuxarıda qalır 2, 1. 2 bölünsün 1 nisbəti. Deməli, bu 2 nə hara yazılır? Azotun ayağına, çünki birinci azot idi. Sonra bir də oksigen ayağına. N2O, o da yazılmır təbii ki. N2O da bizdə hardadır? Y variantındadır. Doğru cavab variantı olur. Y variantı. Deməli, daha sonra 4 oksitdə kürdün kütlə payını hesablayın. Kükürt 4 oksit, kürdün kütlə payı. Kükürt 4 oksit necə yazılır? SO2. Oksijen 2 valentlidir. 2 çevronu 4 eləyir kükürt. Deməli, və bizə nəyə soruşur burada? Bizə soruşur kürdün kütlə payı. Kürdün kütləsi 32-dir. Ümumi emerimiz 64-dür. 100-ə vuranda, təbii ki, o da edir, yəni 100%-ə vuranda faizə soruşur, o da edir 50%. Doğru cavab variantı B variantı oldu. Daha sonra 19-cu sual 0,1 mol 0,1 mol X2O3 birləşməsi var və bunun kütləsi 0,1 molun kütləsi nə qədərdir? 16 qramdır. Təbii ki, onda bunun 1 molun kütləsi nə qədər olacaq? 160 qram. 1 mol 160-dırsa 2x plus 48-in bərabər edirəm 160-a. X-i 56 taparam. X-im oldu 56. Yəni X-in isbat kütləsini tapdım. Sonra aşağıda yeni bir şərt verir. Deyir ki, 0,5 mol XN O4 birləşməsi 11,6 qramdır. Əgər 0,5 mol 11,6 qramdırsa, bəs bunun 1 mol nə qədərdir? Burada həll edib X tapsam, 20 dəfə artıracam, 232 eləyəcək. 232. Və 232 olduğuna görə, yəni MR 232-yə bərabərdir. Bu birləşmə hansı birləşmədir? Deməli, XNO4.
Yani x'im 56 idi. 56'nı vurdum n'ə. 56 n üstə gələk. 4 vurulsun 16 64 bərabərdir 232. Deməli 56 n bərabərdir. Deməli 232-dən çıxanda 168 qalır. 168-i də 56-ya bölündü. N bərabərdir 3 olur. Deməli doğru cavab variantı olur. D variantı. Daha sonra keçirik 20-ci suala. 20-ci sual. 20-ci sualda hansı halda kimyəvi hadisə baş verir? Kalium permanganatın parçalanması bəli kimyəvi reaksiyadır. Yeni maddələr alınır buradan. Buradan alınır kalium 2 mangan O4. Üstə gəlinsin mangan O2. Üstə gəlinsin O2. Natrium 2 onun üstünə su gələndə bəli natrium OH alınır. Yeni maddə alındı. Bunlar kimyəvi hadisədir. 1 ilə 3. Silisium O2 qumdur. Qumla su reaksiya daxil olmur. Belə bir şey yoxdur. Deməli bu fizik hadisədir sadəcə. Yodun temperatur iştirakında yod 2-nin sublimasiyasıdır. Şu olar bu. Deməli yod sublimasiya edir. Yod da fizik hadisə, sublimasiya da fizik hadisədir. Kimyəvi hadisələr soruşur bizdən. Birisi olacaq doğru cavab variantı. Daha sonra keçirik növbəti suala. 21-ci sualda bərabər kütlədə götürülmüş kalsium və oksigenin reaksiyası zamanı maddələrdən biri tam sərf olunursa, digərinin neçə faiz reaksiya daxil olar? Deməli, bizim kalsiumumuz var, 40-dır və oksigenimizin emeri 32-dir. Bərabər kütlədə götürülmüşük. İnşallah, gəlin ikisini də bərabər kütlədə götürək, 40-40 götürək, yəni kütləsi böyük olandan götürək. Təbii ki, biz reaksiya yaparsak, kalsium üstəgəl oksigen alırıq kalsium oksid. Yox, reaksiya əmsallarına görə düz götürmədik. Əmsallaşdıranda reaksiya 80 qramın 32 qrama gedir. 32 qram nisbətində gedir. Deməli, onda hər ikisini 80-80 götürək gəlin. 80-80 götürsək daha rahat olur bizə. Deməli, 80 götürsək kalsiumdan, hamısı sərf olunacaq, bitəcək. Oksigendən 80 götürsək, 80 qram götürsək. Deməli, 80-ın 32-si reaksiya daxil olsa, 48-i artıq qalır. Və deyir ki, biri tam sərf olunursa, digərinin neçə faiz reaksiya daxil olur? 80 götürmüşdüm, 32-si reaksiya daxil oldu. 32 bölünsün 80, vurulsun 100. O da bərabərdir. Deməli, 40% doğru cavab variantı olacaq. 40% açıq sualda cavab olacaq 40. Daha sonra davam edirik 22-ci sualla. 22, 22 deyil, daha doğrusu. Şey, bitdi. Deməli, kimyanın ilk anlayışları bölməsindən birinci qrup qəbul imtahanlarında və dövlət sınaqlarında istifadə olunmuş suallar bu qədərdir. İndi isə keçirik həmin qayda ilə həmin illər üzrə maddə miqdarı Avogadro qanunundan birinci qrupa hansı suallar düşüb 2017-dən 2024-ə qədər qəbul və dövlət sınaqlarında hansı suallar düşüb onları izahına keçək. Başlayaq ilk sualdan maddə miqdarı bölməsindən. Deməli, boş halda qabların kütlələri bərabərdir. Yəni eynidir. Birinci və ikinci qabın kütləsi eynidir. M-i tapmaq lazımdır. Birinci qabın içərisində nə var? 22,4 litr hidrogen neçə mol deməkdir? 1 mol deməkdir. 1 mol hidrogenin deməli 2 qramdır. Və bir də M kütlələri daşı var, onun kütləsini bilmirəm. Deməli, bu qabın kütləsi 2 üstəgəl M-dir. Yəni, bu qramı silim, çaşdırmasın. 2 qram, bir dəqiqə. Hə. Və o bir qabın kütləsi nədir? O bir qabın kütləsi də 11,2 litr karbon qazı verib 11,2 litr 0,5 mol deməkdir. Yəni 1 mol karbon qazının kütləsi 44-dürsə hesablasaq emerini 44-də 0,5 molun kütləsi olacaq 22. Bu qabın kütləsi 22-dir. Və tərəziyə diqqətlə baxsa bu da tarazlıqdadır. Onda belə çıxır ki, qabların dolu kütlələrinin cəmi də bərabərdir. 2 üstəgəl M 22-yə bərabərsə M-imiz nəyə bərabərdir? 20-yə bərabərdir. Doğru cavab variantı 20 olacaq. Deməli, bu uşaqlar YouTube videosu olduğuna görə mən sürətlə danışıram. Yəqin ki, videonun yavaşlıq və yaxud da geri eləməklə siz sualların cavablarını təkrar baxa bilərsiniz. Yəni, vaxt nəzərə alaraqdan maksimum qədər ətraflı və tez izah etməyə çalışırım. Deməli, ikinci suala baxaq. Qazın sıxlığı qram bölü litr normal şəraitdə hansı formula hesablanır? Biz ümumi kütlə, həcm və sıxlıq arasında düsturu bilirik. M bərabərdir rho V və rho bərabərdir M bölünsün V. Təbii ki, bu normal şəraitdən gedirsə, biz normal şəraitdə maliyyə kütlədən və maliyyə həcmindən istifadə edəcəyik. Deməli, rho bərabərdir M yerinə maliyyə kütlənin M-ni və V-nin yerinə 1 molumuz normal şəraitdə nə qədər həcm tutur? 23,4 litr. M bölünsün rho yazmaq, M bölünsün 23,4 yazmaqla biz rho-nu tapa bilərik. Doğru cavab variantı A variantı olacaq. Daha sonra keçək digər suallara. Üçüncü sual.
Hansı qazların normal şəraitdə sıxlığı eynidir? Sıxlığı eyni nə deməkdir? Kütlələri eynidir. Deməli, normal şəraitdə həcmlər eyni olduğuna görə e, həcmlər normal şəraitdə hər bir qabın 1 mol qazın həcmi 20,4 litrdir. Deməli, sıxlıqların da eyni olması üçün kütlənin eyni olmaq lazımdır. Kütlələrin eyni olmağına baxaq. N10-un deməli nəyə bərabərdir? 14, 16, 30. CH2-nin kütləsi 12-ni 2-yə vurdum. 24, 26. Karbon qazı 44. CH6 30. 30, 30 olan hansılar oldu? 1-dən 3 doğru cavab variantı oldu. B variantı. Yenə eyni sual qazların sıxlığı eynidir deyil. Yenə kütlələri hesablayacağıq. CH8-in kütləsi 36, 8, 44. 30, 20, deməli 6 və 44. Deməli 44, 44 olan birinci ilə dördüncü olacaq, yəni D variantı olacaq. Beşinci sual. X və Y qazların hər ikisinin heliuma görə nisbi sıxlığı 11-ə bərabərdir. Yəni bu qazların maliyyə kütlələrinin helium kütləsi nisbəti, yəni 4-ə nisbəti, yəni X-in də 4-ə nisbəti 11-dir, Y-in də 4-ə nisbəti 11-dir. Deməli 11'dir. Və biz buradan nə görürük? Biz buradan görürük artıq x-i də 4-ə bölünən 11 alınır, x-i də 4-ə 11 alınır. Onda belə çıxış maliyyə kütlələri bərabərdir. Mx bərabərdir, my-də. Doğru cavab variantı D variantı oldu. Daha sonra 5-ci sualdan sonra keçirik 6-cı suala. Deməli, nə deyir bizə? Deyir ki, qaz qarışıqlara verilir 1, 2, 3 və qarışığın tərkibi verilir. Hansı qarışıqda oksigen kütlü payını artıranda orta maliyyə kütlə azalır? Yəni, bu o halda mümkün ola bilər ki, iki qaz qarışığından emir, yəni kütlə etibarən oksigen biri o birisindən az olsun. Azotun kütləsi nə qədərdir? 28. Oksigenin kütləsi nə qədərdir? 32. N2-nun kütləsini hesablayaq. 28 ilə 16, 44. 44 eləyir deyəsən. Bəli, 44. Bu da 32. Karbon CO-nun kütləsi 28, oksigen kütləsi 32. Və baxsaq, burada hansında oksigen daha az o birisindən? Təbii ki, burada oksigen ikincidə az. Deməli, yalnız 2-də oksigenin kütlə payı artdıqda, deməli, orta maliyyə kütlənin azalması ehtimal ola bilər və olar daha doğrusu. Doğru cavab variantı olacaq B variantı. Daha sonra keçək 7-ci suala. 7-ci sualda gürültacı qazın heliuma görə nisbi sıxlığını soruşur. Deməli, ilk öncə uşaqlar, burada lazım olan əsas məsələ nədir? Qaz qarışığının orta maliyyə kütləsini hesablamaq və həmin orta maliyyə kütlədən sonra heliuma görə nisbi sıxlığını tapmaq lazımdır. Gürültacı qaz nə idi? 2 hidrogen və bir dənə oksigen. İlk öncə bu qaz qarışığının M ortasını tapaq. M orta bərabərdir. 2-ni vurdum 2-yə, yəni hidrogenin M-ə, üstə gəlir 1-i vurdum 32, 32. Böldüm mollar cəminə, yəni 3-ə. 36 edir, 36 3-ə bölünür, 12 edir. Deməli, bunun M ortası 12 qram böl moldur. Deməli, 12-nin də artıq helium nisbi sıxlığını tapa bilərik bu qarışığın. Yəni, yenə deyirəm, qaz qarışığının hər hansı bir qaza görə nisbi sıxlığını tapmaq üçün ilk öncə qaz qarışığının M ortası tapılmalıdır. Daha sonra tapılmış M orta həmin verilmiş qazın kütləsinə bölünməlidir. 12-ni də 4-ə böləndə 3 eləyəcək doğru cavab variantı B variantı olacaq. Hansı halda hidrogen atomlarının sayı bərabərdir? 2 mol CH4-də 8 hidrogen var, 1 mol CH6-da 6-dır, 1 mol CH4-da 10 dənədir, 2 mol NH3-də 6 dənədir. Bərabər olması üçün də 2 ilə 3-ü götürməliyik, 2-dən 3-ə bərabərdir. Daha sonra eyni sayda oksigen atomu olan, deməli CO və SO2-dən ibarət qaz qarışığının heliuma görə nisbi sıxlığını tapın. Deməli, şöyle bu qazları alt-alta yazaq. Deməli, CO və SO2 var bizdə və burada eyni sayda oksigen atomu olan deyil. Oksigen atomlarına sayı belə baxanda 1 mol 1 mol götürəndə yeni oldu. Gələk ki biz bundan 2 mol, bundan 1 mol götürək ki 2 mol oksigen, 2 mol oksigen. Yəni oksigenlərin sayı bərabər olsun. Və daha sonra mən bayaq dediyim kimi benzi qaz qarışığının M ortası tapılmalıdır. 2-ni vuracam 28-ə, üstə gələcəm, 1-i vuracam. Burada çox güman ki CO2 yazmaq istəyiblər, SO2, bunu CO2 eləyək olar. Deməli, çapda səhv gedib. 44 yazaq. 1 vurulsun 44. Bölünsün nəyə? Bölünsün 3-ə. Deməli, artıq bunu da həll eləyəndə 56 üstə gəlinsin 44 bölünsün 3. Deməli, 90 100 eləyir. 100 elədi. 100 də 3-ə bölünmədi. Yəqin ki, çox güman ki, onda burada SO2 olub. Onda bu SO2 olsa bu 64 olacaq. 64 olanda yəqin ki, cavab uyğun gələr hər halda. Hesablayaq. 56 ilə 64 toplayasaq, bəli, bu uyğun gəlir. Onda SO2-dir və bu 64-44 kimi düşür. Deməli,
Onda olur 120 bölünsün 3, o da bərabərdir 40. Deməli, burada doğru cavab variantı 40 deyil. 40 M ortadır. M ortanı tapdıq və deyir her major sıxlığını tap. Onda 40-ı da böləcəm her müştərisi 4-ə, o da bərabər deyəcək 10. Все. Bundan da bu sualı bitirmiş olduq. Keçdik 10-cu suala. 10-cu sual. 10-cu sualda normal şəraitdə hər üç qaba CO qazı əlavə etsək, hansı qablarda sıxlıq dəyişər? Deməli, birinci kütlələrə baxaq. Normal şəraitdə isə həcmlər bərabərdir təbii ki. 28, 32 və 16. Deməli, e, CO qazın kütləsi nə qədərdir bəs? 28-dir. 28-ə 28 əlavə eləsək, 28 və deməli sıxlıq burada deməli dəyişməyəcək. 28 ilə 32-ni qarşıdırsaq, burada sıxlıq dəyişəcək. 28 ilə 32 və ədədi ortası kimi düşünək. Burada sıxlıq mütləq dəyişəcək. 16 ilə 28-i qarşıdırsak, yenə 28 ilə 16-nın ortasında bir ədəd qəbul edə bilərik. Deməli, sıxlıq burada da dəyişəcək. Deməli, doğru cavab variantı 2 və 3 olar. Doğru cavab variantı Y variantı olacaq. Daha sonra bizdə qazlar verilir. Qazların nisbi sıxlığı bir-bir hesablamaq lazımdır. Nəyə görəsə verib, onu baxmalıyıq. Gəlin baxaq. CH4-ün kütləsi nəyə bərabərdir? CH4-ün kütləsi bərabərdir. Deməli, 2-ni 28, 28, CH4 tapaq, 36 bu da 4, 40, C4H10, 58. Deməli, gəlin bir-bir tapaq. Hidrogenə görə sıxlığı 29-dursa bu qazın, bu qazın kütləsi olmalıdır neçə? 58. Deməli, 8-ə uyğun gələn A. 3-ə gəldi A. Hidrogenə görə 14-cüsə bunun kütləsi 28 olmalıdır. 28-i 2-yə böləndə 14 edir. Deməli, 1-ə gəldi B. CH4-ə görə 2-dirsə, deməli, onda belə çıxır ki, 16-ya vuranda 32 edir. 32-yə uyğun cavabımız yoxdur. Deməli, 32 olmalıdır ki, 32-ni 16-ya böləndə 2 eləsin. Belə bir heç birinə uyğun gəlmir. Helium'a görə 7-dirsə nisbətən onda bu qazın kütləsi 28 olmalıdır. 28. Burada da 28 edir, bunu qeyd edək. 28-ə də uyğun gələcək. Deməli, D gəldi bura. Və helium'a görə də 10-dursa, təbii ki, Y variantı da gələcək bura. Kütləsi 40 olmalıdır ki, 4-ə böləndə 10 eləsin. 1BD, 2Y, 3A. Yəni, C isə heç birinə uyğun gəlmədi. Daha sonra keçirik digər suala. 12-ci sualda qazların sıxlıqları müxtəlifdir normal şəraitdə. Dediyim kimi, normal şəraitdə həcm eyni olduğuna görə e, deməli, həcmlər eynidir. Həcmlər eyni, sıxlıqların müxtəlifini müqayisə etmək üçün kütlələr müxtəlif olmalıdır. Kütlərin müxtəlifində baxaq. Bizə müxtəlifdir deyir. Enci CH4. İkisinin kütləsi 28-dir. Yəni MR 28-dir. A deyil. CO CH4 ikisi də 28-dir. NO 30-dur. CH4 28-dir. Aha, burada şey oldu müxtəlif. Ona görə doğru cavab variantı oldu Y variantı. Artıq digər variantlara da baxa bilərsiniz. Deməli, hansı halda hidrogen atomlarının sayı bərabərdir? 23,4 litr 1 mol deməkdir. 1 mol etan necə yazılır? 1 mol yazaq. 1 mol etan da C2H6-dır. 3 mol amonyak, 3 mol NH3. 3 mol 3 Na su, yəni 3 mol su. Deməli, 3 mol H2O, 3 Na, 3 vurursan 6, 2 vurursan 23 deməkdir. O da 3 mol sayılır. 48 litr 2 mol deməkdir. 2 mol da metan. Və biz burada deyir ki, bizə deyir ki, hidrogen atomlarının sayı bərabərdir. Biri 6-ya vurdum 6. Burada 6 dənədir. Bunun qabağına yazaq 6. 3-ü 3-ə vurdum 9. 3-ü 2-yə vurdum 6. 2-ni 4-ə vurdum 8. Bərabər olan 1-lə 3 oldu. Yəni Y variantı oldu bizdə. Daha sonra davam edirik. Deməli, növbəti sualına 14-cü suala baxırıq. 14-cü sualda nə deyir? Deməli, bu hardasa 2018-ci deyəsən sınavla düşmüş sual idi. Səhv eləmirəmsə. Sink X2 birləşməsinin deməli, kütləsinin onun maddə miqdarına qrafikinə əsasən X-i müəyyən edin, X elementi tapın. Baxırıq ki, burada bu maddənin 0,5 molu 112,5 qramdır. Əgər bunun 0,5 molu 112,5 qramdırsa, bəs bu maddənin 1 mol neçə qramdır? X qram. Və biz buradan x tapsaq 2-yə vuracaq elə bil. Deməli 225 edir. 225. Və sink x2 birləşməsidir. Bunun emiri 225-dir. Əgər onda bunu necə hesablayırıq? 65 üstəgəlsin 2x bərabərdir 225. Və buradan da x-i tapa bilərik. Buradan deməli 160 80 eləyəcək. O da olacaq brom. Deməli doğru cavab x bərabər 80. Deməli o da brom elementidir.
Daha sonra davam edək növbəti sualla. Növbəti sualımız 15-ci sualdır. 15-ci sualda nə soruşur? 15-ci sualda oksigen, SO2 və CH4 qazlarının sıxlıqların azalması ilə düzün. Və biz normal şərait deyil. Yenə sıxlıqların azalması, kütlənin azalması deməkdir. Oksigen kütləsi 32-dir, SO2 64-dür, CH4 16-dır. Azalma istiqaməti ρ2 64 yəni birinci, sonra olacaq ρ1, ρ3, ρ1 və ρ3. ρ2, ρ1, ρ2, ρ1 harda belə bir variantımız ρ3 A variantındadır. Deməli, keçir növbəti suala. 16-cı sualda amol SO2 və amol CH4-ün kütləsi cəmi 160-a bərabərdir. Metanın kütləsini hesablamaq lazımdır. 1 mol SO2-nin kütləsi 64-dür. 1 mol CH4-ün kütləsi 16-dır. Və bunların kütlələri 1 molun kütləsini verilmiş mollara vurub toplasaq 160 alınır. Yəni 64A üstə gəlinsin 16A bərabərdir 160 qram. Buradan 80A bərabərdir. 80A bərabərdir 160. A da bərabərdir 2 olur. A2-dir. Metanın kütləsini soruşur. 2-ni vurdum 16-ya. O da deyəcək 32. Yəni 2-ni metanın kütləsi 16-ya vurub. O da edir 32. Daha sonra davam edək 17-ci sualdan. 17-ci sualda bərabər mol miqdarında etilen, etan və asetildən ibarət qaz qarışığının kütləsi 42 qramdır. Bunu yazaq. Deməli, bərabər mol miqdarında etilen var. Deməli, hamısını eyni mol miqdar götürək. X mol və X mol. 3 dənə qaz var. Etilen ardıcılıqla burada yazılıb. CH4-dür. CH4. Deməli, CH6 nədir? Etandır. Yəni imtahanda bu maddələrin adı yadınızdan çıxsa belə, emərdə arıqlıq şəklində verilir. Və asetilin də CH2-dir. CH2. Nə soruşur bizdən? 42 qramdır bunların kütlələri cəmi. Onda mən bunların 1 molun kütləsini mollarına vurub toplasam 42-yə bərabər edirəm. Düzdürmü? Yəni 28x 28 bunun kütləsidir. Vurdum x-ə 28x üstə gəlinsin. 30x üstə gəlinsin. 26x bərabərdir 42-yə. Buradan elə bil olacaq 84x bərabərdir 42-yə, x də bərabərdir 0,5 mol. Deməli, hər biri 0,5 moldur. Bizə deyir, neçə qram etilen olmuşdu? Etilen hansı idi? CH4. 0,5-i vurmalıyıq nəyə? 28-ə. O da edəcək 14 qram. Doğru cavab variantı C variantı. 1,12 litr azotda neçə molekul var? Deməli, bu necə hesablayaraq? 1,12 litrimiz neçə moldur? 23,4-ə bölərik. Düzdürmü? Bu da eləyəcək 0,5 mol. Bu molekulun sayını tapmaq üçün də 0,5-i 1 molda nə qədər molekul olur? 10 sayını vurmaq lazım. 6,2 vurulsun 23-ə vuracaq. O da bərabərdir. 3,1 vurulsun 22. Doğru cavab variantımız B variantı oldu. Daha sonra keçirik 19-cu suala. 19-cu sual qrafik verilir. Qrafikdə deyir ki, Y-in mol sayısı 0,1 mol olanda bu birləşmənin kütləsi 11,1 qram olur. Bizim birləşmədə isə 2 dənə Y var. Yəni 2 mol Y var. 2 mol Y olanda görün bu maddənin emeri nəyə bərabər olar? Yəni 1 molunda da. Və buradan x tapa bilərəm. X bərabərdir 0,1 aşağı düşdü. 11,1 vurulsun 2. O da bərabərdir 110, hər tərəf ona vursaq 111-də 2 vurur, 222 qram edir. Deməli, Y2S-in kütləsi 222-dir. Və bunun da 1 molunun kütləsi 220-dir də. Onda bunun 1 molun kütləsini necə taparıq? 2Y üstə gəlsin 32 bərabərdir 222. Və bunu da həll eləsək, 222-dən 32 çıxanda 190, 2Y bərabərdir. Bir dəqiqə, 22 çıxanda 190 qalır da. 190 və Y-də taparaq, deməli 85. 85 tapdıq, bəli. Bir də baxaq görək səhvimiz varmı? 0,1 mol Y-imiz olanda 11,1 qram olur. 2 mol Y-imiz var, x qram və tapdıq 222 elədi bu. 222. 222-dən də çıxdıq biz 32-ni. Aha, 190 elədi. 190-ı da 2-yə böldük, 85 düzdür. Deməli, daha sonra 20-ci suala baxırıq. 20-ci sualda nə deyir bizə? Reaksiyanın praktiki qismi 50% olarsa 4 mol azotdan neçə mol NA almaq olar? Çıxın
Reaksiyanın praktiki çıxımı 50%dir. Amma burada sualda çatışmayan bir nüans var. Reaksiyanın yox, reaksiyaların olsaydı daha doğru olardı sual. Belə biz hansı reaksiyadan söhbət getdiyini belə bilmirik. Yəni və yaxud verməli idi birinci reaksiyanın və yaxud da ikinci reaksiyanın. Bu sualda yəqin ki bir texniki səhv olub. Reaksiyanın praktiki qismi 50% olarsa 4 mol azotdan neçə mol NO almaq olar? Gəlin hər iki reaksiyanın qismi 50% götürək hesablayaq. Deməli 4 mol azotdan 1 mol azotdan 2 mol amonyak alırıq, 1 moldan alırıq 2 mol. 4 moldan alacağıq 8 mol almalıyıq. Amma çıxım 50% deyə 8-in 50% nə qədər eləyir? 4. 2 moldan 2 mol yana alınır, 4 moldan alınmalıdır 4 mol, amma çıxım 50%dir. 50% nə qədər eləyəcək? 2 mol. Deməli, cavab 2 olacaq. Burada doğru cavab variantı, yəni C variantı olacaq. Qeyd elədiyim kimi, yəni burada reaksiyanın yox, reaksiyaların praktiki çıxma əlifbası olarsa olmalıdır və yaxud da olmalıdır ki, birinci reaksiyanın çıxma əlifbası və yaxud da ikinci reaksiyanın çıxma əlifbası, yəni hər iki reaksiya üçün ayrı-ayrılıqda verməli idi və yaxud da ümumi şəkildə verməli idi. Daha sonra davam edək. Dəqiqə, davam edəkmi? Bəli, edək. 21-ci sual. 21-ci sualda 64 qram oksigen maddi miqdarı soruşur sadəcə. 64 qramımız nə oksigenimiz 2 moldur. 89,6 litrimiz 4 moldur. 23,4-ə bölürük. 3,1 vurulsun 24 neçə moldur bəs? Bu da eləyəcək 5 mol. Və A plus B plus C cəmini tapın. Deməli tapaq 6, 5, 11 elədir doğru cavab variantı. D variantı oldu. Təbii ki, burada tapma qaydası da əgər soruşsanız belə olacaq ki, 64 biz nəyə böldük? Oksigenin 1 molun kütləsinə. Yəni 32-yə. 64-ü böldük 32-yə tapdıq 2-ni. Deməli 89,6 litr. 1 molumuz 22,4 litr tutur. 89,6-nı 22,4-ə böləndə eləyir 4 mol. 3,1 vurursunuz 24 isə 1 mol tutduğu molekul sayı 6,1 vurursunuz 23-dür. Həmin də yəni Avogadro ədədini böləndə 5 eləyir. Və biz bunları topladıq, 11 aldıq. Daha sonra 22-ci suala baxaq. 22-ci sual nədir 22-ci sual bizdə? Deməli, XO qazının normal şəraitdə sıxlığı 1,25 qram bölü litrə bərabərdir. Normal şəraitdə həcmimiz nə qədərdir? 22,4 litr. Və sıxlıq var bizdə. Sıxlıq nəyə bərabərdir? 1,25 qram bölü litr. Və mən buradan bu maddənin molyar kütləsini tapa bilərəm. Molyar kütlə bərabərdir. Rho vurulsun 22,4. Rhomuz da bəlli idi. 1,25 vurulsun 22,4. O da bərabərdir 28. Deməli, bu qazın 1 molun kütləsi 28-dirsə, x plus 16 bərabərdir 28 yazsam, x-im də bərabər olacaq 12. Deməli, doğru cavab variantı A variantı olur. Keçirik növbəti suala. 23-cü sualda. Deməli, metan və oksigen qarışığının kütləsi 72 qramdır. Bu qarışıqda metan və oksigen molekullarının sayının bərabər olduğunu bilərək, metan və oksigen molekullarının sayı bərabərcə mollarda bərabərdir. Onda mən x mol CH4 və x mol oksigen götürə bilərəm. 1 mol CH4-ün kütləsi 16-dır. 1 mol oksigen kütləsi 32-dir. 16-nı vurdum x-ə elədi 16x. Üstə gələk 32x. Bərabərdir. Nə qədər elədi bu? 48x. O da bərabərdir. Nə qədər? 72 qram. 72 qram. Və buradan da x tapa bilərik. X-imiz nəyə bərabər olacaq? 72 bölünsün 48. 24-də x aparsaq 3, 2, yəni bu da eləyəcək 1,5 mol. Deməli 1,5 mol oldu. Oksigen kütləsini soruşur. 1,5-i də vuracam 32-yə, o 2-nin kütləsi 32-dir təbii ki. Bu da eləyəcək 48 qram. Doğru cavab variantı oldu. 48 qram. Daha sonra davam edirik. Deməli 24-cü suala baxaq. 24-cü sualda hansı qaba deyir ki, CO qazı əlavə etsək, alınan qaz qarşının orta maliyyə kütləsi CO-nun maliyyə kütləsinə bərabər olar. CO-nun maliyyə kütləsi 28-dir. Və bu qabda azotun kütləsi 28-dir. Bu oksigen 32-dir. 16 bəxşlərim sualdandır. Deməli, CO-nun maliyyə kütləsinə bərabər olmaq üçün CO-nun kütləsi də eyni olmalıdır orta maliyyə kütləsinə. Deməli, 28 ilə 28 toplayıb 2-yə böləndə yenə 28 eləyə bilər də hər halda. 32 ilə 28 toplayıb 2-yə böləndə 28 eləməyəcək. 16 ilə 28-i toplayıb 2-yə bölsək, məsələn, orta maliyyə kütlə 28 olmaz. Deməli, ona görə də doğru cavab variantı yalnız 1 olacaq. Yəni, Y variantı olacaq. Daha sonra davam edək. 25-ci sualda və sonuncu sualımızdır.
25-ci sualda hansı qazların normal şəraitdə sıxlıqları eynidir? Deməli, sıxlıqlar normal şəraitdə həcmlər eyni olduğuna görə sıxlıqların eyni olması üçün kütlələrin də eyni olması lazımdır. CH6-ın kütləsi 30-dur. CO3-ün kütləsi 44-dür. CO 28-dir. NO deməli 30-dur. CO 28, CO2 44, 28, 30, 30, 30. Aha, eyni olanları tapdıq. Doğru cavab variantı C variantı oldu. Bununla da bizim 2 bölmənin testi demək olar ki, yekunlaşdı. Yəni 2017-ci ildən 24-cü ilə qədər qəbul imtahanlarında və demin təşkil etdiyi sınav imtahanlarında düşən sualların izahları idi bunlar. Hər birinizi izlədiyinizə görə təşəkkür edirəm. Diqqətinizə görə çox sağ olun. E, Qeyd elədiyim kimi bu sınağın yəni bu sınaqları əldə etmək üçün Əhliman müəllimlə əlaqə saxlaya bilərsiniz. Bir də Əhliman müəllimə öz təşəkkürümüzü bildiririk. Və bizim hal-hazırda davam edir sınaq qrupumuz. Sınaq qrupu ödənişlidir. Qoşulmaq istəsəz mənimlə əlaqə saxlaya bilərsiniz. Həftədə 2 dəfə davamlı şəkildə sınaq qruplarında bu suallar və daha digər ümumi qəbul imtahan sualları və OTQ tipli test tapşırıqları izah olunur. İstəsəniz siz də qoşulub yararlana bilərsiniz. Diqqətinizə görə təşəkkür edirəm. Çox sağ olun.